Orta gün qonaqlarımızla davam edir. Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan olunması təşəbbüsünü irəli sürdü. Bununla bağlı Prezident tərəfindən Milli Məclisə təqdim olunan akt məhkumların sayına görə ən böyük amnistiya olacaq. Qərar ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Bu məsələləri millət vəkilləri Elşən Musayev və Azər Allahverenovla birlikdə müzakirə edəcəyik. Xoş gördünüz. Hər birinizi salamlayıram. Elşən müəllim, elə sizdən başlamaq istəyirdim. Bu amnistiya təşəbbüsünün siyasi və ictimai əhəmiyyəti nədən ibarətdir? Öncə bundan başlayaq. İlk öncə dəvətiniz üçün təşəkkürlər. Hər kəs salamlayıram və qeyd etmək istəyirəm ki, amnistiya haqqı çox mütərəqqi bir addımdır. Cənab Prezidentin siyasi iradəsindən doğan bir təşəbbüsdür və heç şübhəsiz ki, misilsiz miqyası bəlkə də indiyə qədər ən böyük olan bir sevincə, belə deyək, o ailələrin bayram qabağı şadyanalığına səbəb olacaq. Say haqqında çox deyilir. İlk öncə onu vurğulayım ki, məlum amnistiya haqqı Azərbaycan tarixində ən böyük aktdır. Bunu ehtimalən bəzən deyirlər, amma mən tam dəqiq olaraq bunu deyə bilərəm. Çünki o tətbiq dairəsinə biz baxanda görürük. Çox böyük miqyasda, çox böyük qismdə insanlar azadlığa çıxacaq və həmin azadlığa çıxanlar bilirsiniz ki, bir tək bugün həbsxanalarda olan deyil, bugün hətta istintaq işi gedən insanlara belə şamil olunacaq. Eyni zamanda bəlli bir qismin cəzası azaldılacaq. Xoşdur təbii ki, bu addımı izləmək. Bilirsiniz ki, mən həm də Hüquq Siyasəti və Dövlət Quruculuq Komitəsinin üzvüyəm, orada təmsil olunuram. Biz dünən məsələni komitədə də müzakirə elədik, hər kəs öz fikrini bildirdi və bu layihələr əlbəttə ki, yalnız və yalnız pozitiv ruhla qarşılanır, pozitiv ruhda müzakirə olunur. Mən bu tətbiq dairəsindən də danışmaq istəyərdim. Yəqin ki, ona artıq hər kəs nəzər yetirib. Bunun üzərində xüsusi dayanmayacağım. Bilirsiniz ki, orada qadınlar var, 60 yaşdan yuxarı insanlar var. Eyni zamanda vətən müharibəsində iştirak etmiş şəxslər və onların ailə üzvləri, qohumları, yaxınları, əqrabaları var. Amma orada bir məqam da var. Suverenliyimizin bərpa olmasında iştirak edir. Bu məqam xüsusi məqamdır mənim fikrimcə. Niyə? Çünki sonuncu amnistiya aktında bizim suverenliyimiz nə təəssüf ki, tam hələ bərqərar olmamışdı. Amma antiterror əməliyyatından sonra biz bu sevinci də yaşadıq və bu, belə deyək, o nüansın, o cümlənin də ora xüsusi əlavə olunması bizdə elə özümüzdə də xüsusi ovqat yaradır. Bildiyiniz kimi, dəfələrlə amnistiya aktları olub, Cənab Prezident tərəfindən bu təşəbbüs irəli sürülüb, hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb. Səhv eləməmişsə 12 indiyə qədər amnistiya aktı olub, bu da növbətçisidir. Nə xoş ki, bayram qabağı belə bir layihənin, belə bir təşəbbüsün müzakirəsini edirik və nə xoş ki, böyük bir qism, böyük bir miqyaslı insanlar sevinəcəklər. Və təbii ki. Azər müəllim, ümumiyyətlə bu amnistiya aktı Azərbaycanın cəza siyasətinin, belə deyək ki, humanizminin təmin olunmasında hansı rolu oynayır? Yox, şübhəsiz ki, humanizm mövzusuna gəldikdə biz burada iki çox vacib prinsip var, humanizm və mərhəmət, hansı ki, bilavasitə bu sənədin fəlsəfəsindən doğan bir məfhumlardır. İndi biz burada hörmətli mənim həmkarım Elşən müəllim qeyd elədi, yəni sayı etibarilə nə qədər insana şamil olunur və bəli, bundan qabaqki amnistiya aktı 2021-ci ilə təsadüf eləyirdi və o dönəmdə o sənədin adı hətta belə bir zəfər aktı kimi də dəyərləndirilmişdi. 17 min aşağı yuxarı bir şəxsi əhatə eləmişdi. Amma indiki konstitusiya mahiyyətinə görə 20 mindən çox insanı əhatə etmiş olursa, hətta buna belə bir ad da vermək olar, suverenlik aktı kimi də demək olar. Yəni harasa da, yəni bənzərlik əgər biz müqayisə aparsaq, çünki sözün əsas mənasında konstitusiya və suverenlik ilinə təsadüf eləyən və ölkə ərazisini suverenliyi tam bərpa olunmuş bir şəraitdə qəbul edilmiş bir aktdan söhbət edirsə, bu bir növ suverenlik aktı belə mahiyyət etibarilə ona bənzər bir sənəd kimi də dəyərləndirilə bilər və 20 mindən çox insan əhatə eləyir və qeyd olunduğu kimi burada
önəmli məqam nədən ibarətdir? Bax, sizin birbaşa olaraq humanizmlə bağlı olduğu məqama toxunusunuz. Biz o kateqoriyalara baxdıqda sənətdə, yəni kateqoriyalar konkret olaraq yazılır. 60 yaşdan yuxarı, sonra cəza törədən zaman 18 yaşına qədər olan bir yaş dövründə olan, yəni qadınlar və digər kateqoriyadan olan insanlar, biz baxırıq ki, o sənətdə daha çox hədəf qrupları kimlərdir? Bizim cəmiyyətin əsas qrupları. Yəni, baxın, humanizm mövzusundan əgər danışırıqsa, yəni təbii ki, aktın özünün qəbul olunması bu mərhəmətlik bir növ təcəssümü kimi dəyərləndirilə bilər. Amma kateqoriyalar ki var, hədəf qrupları ki var, onlar bütövlükdə baxın, cəmiyyətin həssas qruplarıdır. O həssas qruplardır ki, ümumiyyətlə söhbət tək bu aktdan getmir. Bizim istənilən müzakirələrdə, parlamentdə dəfələrlə dilə gətirdiyimiz sosial məişət xarakterli hansısa bir məsələlər varsa, problemlər varsa, öz seçicilərimizin bizə olan çoxsaylı müraciətləri varsa, əgər o həssas qrupun nümayəndəsidirsə, bu məsələ xüsusi bir həssaslıqla biz tərəfdən dilə gətirilir və aidiyyəti strukturlar da o məsələ həssaslıqla da reaksiya verirlər. Baxın, həssas qruplar mövzusu ümumiyyətlə bütün ictimai müstəvidə, ictimai-siyasi müstəvidə gedən proseslərin mərkəzində duran çox vacib kateqoriyalardır və bu deməli amnistiya aktının da əsas mahiyyəti məhz o humanizm, siz dediyiniz əhəmiyyətli olması, onun humanizm çəkisi məhz buradan doğur ki, bəli, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında Birinci Qarabağ müharibəsi, sonra digər proseslər var ki, bizim vətəndaşlar iştirak edib, Çernobil qəzasının nəticələrinin aradan qaldırılması, sonra bu hərbçi beynəlmilər borcunu yerinə yetirərkən bu və digər formada bundan zərər çəkmiş şəxslər və ya həlak olubsa, onların ailə üzvləri, yəni söhbətdəki şəxsin özündən, yəni həlak olan şəxsin gedir, əgər onun ailə üzvləri də hansısa bir formada sonraki mərhələdə hansısa bir törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilirsə, onlar da yəni bu faktiki olaraq həmin hədəf qruplarına daxil edilirlər. Yəni bu da çox vacib bir nüansdır. Və bəli, biz görürük ki, bəli, bax, mən sırf bax bu mövqedən çıxış elə tam əminlə deyə bilərik ki, mütərəqqi akt olmaqla yanaşı da kifayət qədər humanist və mərhəmət prinsiplərini özündə ihtiva edə biləcək bir sənətdir. Digər dövlətlərdə də buna bənzər vaxtaşırı hansısa bir aktlar qəbul olunur. Mən onların bir balaca tarixçəsinə də nəzər salmışam. Amma deyim ki, sizə bu dərəcədə humanist və bu dərəcədə mərhəmət deməli prinsiplərini özünə ehtiva edən aktlar çox nadir hallarda və nadir dövlətlər tərəfindən qəbul edilibdir. Yəni bax bu da çox vacib bir nüansdır. Bu da yenə də bizim cəmiyyətin, bizim dövlətin hansı demokratik dəyərlərə, insan hüquqlarının təmin olunması kontekstində hansı meyarlarla şərtlənən bir siyasətin həyata keçirilməsinə xəbər verən bir vacib bir nüansdır. Aydındır. Elşən müəllim, 20 min nəfər kifayət qədər, belə deyək ki, 20 min kifayət qədər bir rəqəmdir. Amma bundan öncə də təkcə bu amnistiya aktı deyil, bundan öncə əfvlər, bir neçə əfvlər imzalanıb və s. və ilaxır. Ümumiyyətlə soruşmaq istərdim ki, bütün bunlar Azərbaycanın özünün imicinə necə təsir göstərir? Yəni Azərbaycanın həm də qalib ölkə kimi bir imicini necə formalaşdırır beynəlxalq arenada? Mən ilk öncə Səmərə xanım, Azər müəllim o dediyim məsələni mən də vurulamaq istəyirəm. Bəli, buyurun, təbii ki. O konstitusiya və suverenliyi ilə bağlı həm bu məzmuna uyğundur, ilin məzmununa bu müzakirə elədiyimiz məsələ, həm də bu mövcud hakimiyyətin, dövlətin ali insanlarının mahiyyətinə uyğun bir məsələdir və sizin keçid alıram sizin suala ki, bu həm də dövlətin özünün böyüklüyüdür bu məsələ. Amnistiya haqqı, növbəti amnistiya haqqı. Siz əf fərmanlarından danışdınız, bilirsiniz ki, onların biraz fərqləri olur. Təbii, bəli, bir müstəsna səlahiyyətdir və s. Orada kateqoriyalar da başqadır. Burada isə amnistiya haqqında ikinci hissədə göstərilib ki, hansı şəxslərə şamil oluna bilməz. Əlbəttə ki, Azərbaycan dövlətinin nüfuzunu bir qaldıran məsələdir. Xüsusən də bu Qarabağ zəfərindən sonra. Bu həm də dövlətin, bilirsiniz, öz güvənindən xəbər verən məsələdir. Mən dünənki ilə iclasımızda da qeyd elədim ki, zaman olub, amnistiya aktı ilə olmasa da əf fərmanı ilə ən ağır cinayətkarlar belə azadlığa çıxıb vaxtı ilə. Əl-İkram Hümbətov, Rəhim Qaziyev və s. bu kontekstdə olan adamlar. Bunlar islah olubmu?
məsələn, hüquq mu deyim, siyasət mi deyim, bunları islah edib düşünmürəm. Çünki bu beyinlər dəyişməz. Bunları cəmiyyət islah edib. Bəs niyə bu fərmanlar olub? Niyə bunlar buraxılıb? Dövlətin o özgüvəni olduğuna görə. Dövlət siyasi mübarizədə bütün spektrlarla hər zaman belə deyək, açıq, demokratik mübarizə, sivil mübarizəyə hazır olduğunu özünə əmin olduğunu göstərmək üçün, heç kimdən çəkinmədiyini göstərmək üçün. Mən sizə bir misal çəkim. Çünki dünən sosial şəbəkələrdə gördüm, bugün o qara güruh, radikal dediyimiz qanadın bir çox nümayəndələri davamlı olaraq, yəqin ki, bunlara da bir tapşırıq var ki, bunu gözdən salın, bu aktı və s. Qeyd etmişlər ki, bu kateqoriyalar azdır. Təsəvvür edin ki, biz bayaqdan danışırıq, 20 mindən gedir söhbət. Hələ də bundan qane olmayan insanlar var. Amma mənim yadıma bir hadisə düşdü ki, vaxtilə bu 92-93 o bir illik hakimiyyətləri dövründə bunların bir dənə əfv fərmanı prezident olmuyor. Hələ amnistiya aktını deyirəm ki, hə, bunlar bu daha bir iri miqyaslı bir anlayışdır. Əfv fərmanı bunların prezidentə təcrübəsi olmuyor. Yalnız İsa Qəmbərin son o prezidentlik səlahiyyətlərinin icra dövründə son gün qarşısına onun sənəd qoyublar. 7 nəfərlə bağlı ki, bu əfv olunsun. Onların güllələnmə əmrini veriblər və o əmr də dərhal icra olunur. Yəni, demək istəyirəm ki, bax, ən belə deyək, böyük addımları atan bu hakimiyyət, ən o əfv fərmanların bir-birinin ardınca sıralayan bu hakimiyyət, amma çox maraqlıdır ki, bu hakimiyyət heç vaxt övünmür, heç vaxt özünü övünmür. Sadəcə bir lazım olan prosesləri, gedişatları belə deyək, göstərir, sərgiləyir öz fəaliyyətində. Amma humanizmdən danışan başqalarıdır, irad tutan başqalarıdır. Belə şeylər olmamalıdır. Təbii ki, cəmiyyət hər şeyi görür və mən sizə deyim, indi bəlkə də kontekstdən çıxmış olacağım, həmin qüvvələr bəlkə də son proseslərə, son həbslərə də bir konteksti yönəltmək istəyirlər. O siyasi şəxslərin, siyasi fəaliyyətlə məşğul olan dırnaq arası mən deyərdim, onların həbsimi deyim, jurnalist qiyafəsi altında fəaliyyət göstərən, əslində jurnalistikaya heç bir aidiyyəti olmayan insanların mı həbsini deyim. Amma biraz o el dilində bir söz var da, o deyir, malı qatmayaq. Bunlar tamamilə başqa-başqa proseslərdir, tamamilə başqa-başqa gedişatlar və son olaraq bir cümlə deyim ki, elə o humanizmə yenə gəlirəm, bu dövlət cinayətkarla mübarizə aparmağı da bacarır, bağışlamağı da bacarır və bugün bizim əslində gördüyümüz ən gözəl, ən pozitiv görüntü də elə o bağışlamağı bacarmaqdır. Və o bağışlamağı bacarmaqla da təbii ki, öz başını uca eləməkdir hər yerdə. Azər müəllim, siz necə düşünürsünüz? Ümumiyyətlə bu qədər insanlara şamil olunur da bu əfv, bağışlanma, islah olunurlarmı? Əslində çox maraqlı bir sual verdiniz və bir qədər əvvəl Elşən müəllim də bir neçə keys üzərində dayandı, sırf o islah olunma məsələsinə gəldi. Şübhəsiz ki, dövlətin ən böyük gözləntisi ondan ibarətdir ki, bu amnistiya düşəcək şəxslər və elə mahiyyətindən doğan bir yanaşma da ondan xəbər verir ki, yəni dövlətin gözləntisi odur ki, bu şəxslər artıq oradan bu amnistiyanı belə açıq qəlblə qəbul edib, islah olunmuş şəkildə cəmiyyətə yenidən qayıtmış olsunlar. Yəni, ən böyük gözlənti budur təbii ki. Yəni, necə ki, şübhəsiz ki, dövlətin özünə güvəni kifayət qədər yüksəkdir. Və bu şəxslərin arasında artıq məhkumluq dövrünü yaşayanlar da var. Bəlkə də ola bilsin ki, onların arasında elələri var ki, hələ bir neçə il belə davam etməli idilər, amma artıq bunlar amnistiyadan yararlanaraq ya məhkumluq müddətinin azaldılmasından rastlaşa bilərlər və ya ümumiyyətlə azadlığa çıxa bilərlər. Hələm o cinayət məsuliyyətindən cəlb edilən şəxsləri demirəm, hansı ki, məhkəmə qərarı yoxdur, hələm cinayət prosesi gedir, istintaq tədbirlər və digər məsələlər. Amma istənilən halda dövlətin gözləntisi ondan ibarətdir ki, bəli, öz çəkisinə görə, ağırlığına görə ağır cinayət törətmiş şəxslərdən söhbət getmir təbii ki. Az, ağır və ya nisbətən ictimai asayişə təhlükə yaratmayan hansısa başqa bir cinayətdə iştirak olmuş şəxslər, yəni onlar öz səhvlərini yəqin ki, başa düşəcəklər. Çünki dövlət birini bu mərhəməti nümayiş etdirməklə, onları bağışlamaqla, onlara həm də növbəti bir şans vermiş olur. Yəni bu şansı da düzgün dəyərləndirmək lazımdır. Baxın, biz ondan danışırıq ki, 20 mindən çox insanın evində bugün sevinç hissi yaşanmaqdadır. Yəni, sizləri
gözləyən insanlar var. Ailə üzvləriniz, yaxınlarınız, əzizləriniz, uşaqlarınız, valideynləriniz. Yəni siz onların ən azından ümidlərini doğrultmalısınız sonraki fəaliyyətinizlə. 20 min də nisbi rəqəmdə. Hərəsinin ailəsində bir 4-5 Bəli. Ortalama 4,5-ə əgər yəni biz o beynəlxalq metodologiya ilə yanaşsaq 4,5-ə vursa bu aşağı yuxarı təqribən 100 minə qədər insanın sevinməsi deməkdir. İndi siz fikir verin, təsəvvürünüzə gələcək bir dənə amnistiya aktı ilə nəticə etibarilə 100 minə qədər insan sevinmiş olur. Dövlətin ən böyük gözləntisi həmin o 100 minin də bu dövlət üçün bir vətəndaş olaraq, bir vətəndaş borcunu yerinə yetirə biləcək bir şəxs olaraq yenə də cəmiyyətə töhfə verməsi ilə bağlıdır. Yəni dövlət özü bu şəraiti yaradır, o imkanları verir. Baxın, cinayət törətmiş şəxs, yəni bugün azadlıqdan məhrum edilmiş və ya fərqi yoxdur, istintaq tədbirləri indi gedən şəxslər var. Bu şəxs qanunun müəyyən etdiyi normanı pozur. Faktiki olaraq məhkəmənin qərarı varsa bu şəxs cinayətkardır. Düzdürmü? Cəzasını çəkir. Yəni bu konkret keysə görə, konkret günaha görə bu cəzanı çəkir. Və dövlətin ən böyük gözləntiləri odur ki, o şəxslər artıq o cəmiyyətdən təcrid bir vəziyyətdə, yəni cəza çəkmə müəssisəsində müəyyən bir müddət keçdikdən sonra öz günahlarını dərk etmiş olsunlar. Və dövlət də deyir ki, biz sizin günahlarınızın siz tərəfdən dərk olunduğunu təxmin etdiyimiz üçün biz sizi bağışlayırıq. Və siz bu cəmiyyətə artıq islah olunmuş şəkildə qayıtmalısınız. O, təbii ki, mən razıyam o fikirləndə ki, bunu 100% yəni şamil eləmək mümkün deyil. Və bilmirəm, bizim bəlkə də ola bilsin hansısa bir sosioloji mərkəzlər, tədqiqatla məşğul olan hansısa dairələr, bilmirəm, onun qiymətləndirilməsinə aparıbdırmı, neçə faiz yenidən təkrar hansısa bir cəzaya görə azadlıqdan məhrum edilir. Bax, onu mən bilmirəm, məndə o statistika əlimin altında yoxdur. Aşağıdır. Bu ondan xəbər verir ki, bəli, cəza çəkmiş şəxslər islah olunan şəxslərdir və dövlət də onlara əlavə bu şansı yaratmaqla, o kart planşı verməklə, onları bağışlamaqla nəticə etibarilə onların artıq islah olunmuş şəkildə cəmiyyətə qayıdışını bir növ təmin etmiş olur. Yəni bu amnistiya aktının ülvi mahiyyəti bax buradan doğur. Yəni mən o nöqteyi nəzərdə, mən də Elşən müəllim də biz səbirsizliklə gözləyirik ki, o şəxslər həqiqətən də islah olunmuş şəkildə cəmiyyətə qayıtmış olsunlar. Və onlar indən belə, necə ki bugün biz deyirik 100 minə qədər şəxsin gözündə sevinç hissləri yaşanmaqdadır. Həmin o 100 minin etimadını da doğrultsunlar. Onların etimadını doğrultsalar, elə dövlətin də etimadını doğrultmuş olacaqlar. Çünki onlar da bu ölkənin vətəndaşlarıdır. Onlar da bu dövlət namında çalışan, bu cəmiyyətin tərkib hissəsi olan şəxslərdir. Bu məsələnin bir tərəfi, digər tərəfdən də bir də önəmli məsələ nədir? İmiş məsələsi barədə siz bir qədər də əvvəl sual verdiniz və çox doğru olaraq Elşən müəllim qeyd elədi. Baxın, dövlət cəmiyyət arasında münasibətlərin, yəni etimadın hansı səviyyədə olmasından xəbər verən məhz elə bax bu kimi aktlardır. Çünki dövlətin cəmiyyətə olan etimadı kifayət qədər yüksəkdir və cəmiyyətin də dövlətə olan, yəni necə ki biz bugün indi ayrı-ayrı segmentlər üzərindən bu hadisənin müsbət olduğunu və kifayət qədər mütərəqqi olduğunu dilə gətirən bizim sosial şəbəkə istifadəçilərində görürük. Hərçənd ki digərləri də var, hansılar ki gözdən salmağa çalışırlar, sonra müxtəlif məsələlər üzərindən manipulyasiyalara üstünlük verir. İndi sual veririk, yaxşı 20 mindən çox şəxsi əhatə edə biləcək sənəd necə gözdən salına bilər? Yəni, gəlin məsələ budur. Nə deyib gözdən sala bilərlər? Yəni, bax, belə uydurulmuş, saxta, bir qərəzli bir mövqe, necə ki, dünənə qədər də sərgilənibdir, bugün də sərgilənməkdədir, sabah da sərgilənəcəkdir. Səməh xanım, bir dənə mən qeyd edeyim, bu siz dediyiniz ki, islah məsələsi ilə bağlı sadəcə o sualların belə deyək, kontekstinə çıxmaq istəmirəm, ona görə əlavə eləyirəm. Dövlət əmin ola bilməz təbii ki, hər hansı bir vətəndaşın gələcəyi ilə bağlı. Dövlətin üzərinə düşən odur ki, o siyasi iradəsini nümayişələtdirsin və üzərinə düşən o humanizm öhdəliyini icra eləsin. Onu da icra eləyir maksimum. Qalan öhdəlik qalır artıq həbsdən çıxan və yaxud da həbs müddəti azaldılan vətəndaşın üzərinə. Amma təbii ki, bir əminlik olmasa da böyük bir arzu var.
böyük bir ehtimal var ki, onlar həqiqətən islah İnan var, olacaqlar. həm də, Çünki son vaxtlar belə qəribə bir təzə 30-dan da siz Qarabağ zəfərindən sonra deyirsiniz, dövlətlə vətəndaşın etimadı bir idisə ona qalxıb. 10 idisə 100-ə qalxıb. Və bu elə etimadın fonunda deyirəm ki, bu dövlətin etimadını yəqin ki, onlar doğrulacaqlar və bundan sonra arzu edirik ki, bir də həbsxanalara düşməyəcəklər. İnşallah. Bu arada elə mən bir məsələyə də istəyərdim toxunaq, Elşən müəllim. Deməli, cəzaların azaldılması məsələsi var, məhrum etmə məsələsi, yəni ümumiyyətlə cəzadan məhrum etmə məsələsi var. Bu belə bir məqamda onların reabilitasiya məsələsi, bir də ümumiyyətlə adaptasiya məsələsi, cəmiyyətə adaptasiya olmaq məsələsi gündəmə gəlir. Bununla bağlı hansı mexanizmlər, bilirəm ki, qanunda müəyyən bir mexanizmlər var. Ancaq necə, hansı formada icra olunur bunlar? İlk öncə deyim ki, Simran xanım, amnistiya haqqının ikinci hissəsində bayaq da qeyd elədim, o şamil olunmayan insanlar, ora ağır kateqoriya cinayətlərdir. Amma burada artıq biz, Azər müəllim də, hörmətli həmkarım da qeyd elədi ki, hansı cinayətlərdən söhbət gedir, onların dediyimiz kimi islahı da daha rahat olacaq güman edirik və arzu edirik. Biz elə son iclasda bu Ədliyyə Nazirliyinin nümayəndələri də oradaydı. Hansı ki, bilirsiniz ki, bu böyük bir proses olacaq. Bizim arzumuz odur ki, yeni ilə qədər hər kəs belə deyək, öz evində olsun. Onların sonraki məsələsi əlbəttə onların cəmiyyətə adaptasiyası, işlə təmin olunması və onların da özlərinə olan bir güvənin artmasıdır. Məncə dövlət bir tə bu amnistiya aktı fonunda və yaxud da bu paraleldə deyil. Hər zaman ümumiyyətlə bu istiqaməti rəhbər tutub ki, ehtiyacı olan insanların işlə təmin olunması, adaptasiyası reallaşsın və ən əsas məsələ tezləşsin. Proses mən hesab edirəm ki, dövlətin tam nəzarətindədir. Konkret aidiyyətli qurumlar bu məsələ ilə məşğul olacaq. Bizə də müəyyən, məlum müraciətlər olur bundan bağlı. Əlimizdən gələni eləyirik. Mən sizə deyim ki, özlə məhz bu sahə ilə məşğul olan aidiyyətli qurumlar xüsusi həssasdırlar. Çünki onlar özləri də bir həssas təbəqə ilə işləyirlər. Hesab edirəm ki, dövlətin nəzarətindədir. Onların adaptasiyası çətin olmayacaq. Ya, aydındır. Azər müəllim, bəs ümumiyyətlə cəzanın yüngülləşdirilməsi effektiv bir nəticə verirmi? Həm də bu məsələyə istəyərdim toxunaq. Bir də ki, bu penitensiar belə də ki, qurum var. Onların belə də ki, iş yükünün azaldılmasına necə təsir göstərir bu məsələ? Deməli, müddətin o 6 aylıq müddətin azaldılması məsələsindən gəldikdə 6 ay bəlkə də ola bilsin ki, baxışdan elə də çox görsənilən bir tarix deyil. Yəni ki, müddət deyil. Yəni 6 ay. Amma biz öz mövqeyimizdən çıxış eləyərək deyirik. Yəni biz azadlıqda gəzərkən deyirik 6 ay elə də çox deyil. Amma təcrid vəziyyətdə olan... Onlar üçün çox ola bilər amma. Bəli. Bax, onu demək istəyirəm. Nəyə görə? Çünki mən müəyyən təmaslarımız var. Bizim dairədə də var. Cəza çəkmə müəssisəsi, bilmirəm, Elşən müəllim dairəsində var, yoxsa yoxdur, oradan da bizə müraciət edir. İnsanlar hər günün qədrini belə bilirlər. Və söhbət 6 aydan gedirsə, bu aşağı-yuxarı kifayət qədər böyük bir müddətdir. İndi düzdür, el arasında başqa bir misal da var. Deyirlər, bir igidin ömrü məsələsi. İnandırım sizə, bəlkə də ola bilsin ki, o cəza çəkmə müəssisəsində olan adam üçün o 6 ayda elə bir igidin ömründən bərabər bir müddətdir. Çünki o 6 ay o rejimdə olmaq, o rejimdə yaşamaq o çox ağır bir prosesdir. Və mən insanlar tanıyıram ki, indi siz bir qədər əvvəl qeyd elədiniz o adaptasiya və reabilitasiya məsələləri barədə. Mən elə insanlar tanıyıram cəmiyyətdə, həqiqətən də oranı görüb gəliblər və bugün hətta müəyyən bir vəzifə sahibidirlər də belə. Yəni onlar tam adaptasiya yox, tam reabilitasiya olunmuş bir şəkildə o prosesə, hansı bir yüngül bir xəta ucbatından o cəzaya məhkum olunmuşdu həmin şəxs. Bilərəkdən ya bilməyərəkdən bu önəmli deyil artıq. Bu baş vermiş bir hadisə idi. Və bir neçə belə keyslər var. Və bu insanlar bugün bu cəmiyyətin tam tərkib və kifayət qədər də aktiv üzvü olaraq, hətta sosial hesablar üzərindən belə vaxtaşırı görürlər, məni küçədə salamlaşırlar, yazırlar, müraciət edirlər. Mən görürüm ki, mən sevinirəm ki, həqiqətən bu insanlar artıq, yəni onların o səhifələr ki var idi, o səhifələr artıq qaldı keçmişdə. O səhifələr bağlandılar. Bağlandı, bəli. Bunlar tamamilə yeni bir vətəndaşdılar. Əslində o keyfiyyət onlarda var idi. Sadəcə olaraq hansısa bir
dediyim kimi yüngül günah ucbatından onlar o hadisələrə Məqam lazım idi ki, bəlkə də elə bax bizim bax bu müzakirəni də dinləyirlər. Çünki biz sonra öz hesablarımızdan bunları paylaşacağıq. Əminəm ki, elə həmin o sosial hesablar üzərindən də orada reaksiya verəcək. Onu da mən dəqiq bilirəm. Çünki kifayət qədər fəaldılar. O ki qaldı, bəli 6 ay, bəli mən düşünürəm ki, bu çox vacib bir müddətdir və qeyd etdiyim kimi hər bir günün öz hökmü olduğu kimi də 6 ayında, yəni təsəvvür bu bax bu prinsipdən irəli gələrək mən düşünürəm ki 6 ay olduqca vacibdir. Hətta mən sizə başqa bir şey də danışım. Biz indi ədəbiyyat oxuyuruq, müəyyən hadisələrlə tanış oluruq. Yəni orada bəzi görürsüz kriminal hadisələr barədə yazılmış ədəbiyyat o əslində o ədəbi əsər deyil də, yəni konkret hadisələrə söykənən bir əsərlərdir. Mənim yadıma düşür ki, onların bəzilərində bu gün məsələsi hətta xüsusi bir əsas prioritet, yəni məhkum olunmuş şəxs üçün prioritet məsələlərdən biridir. O günü gününə saymaq, tez bir zamanda 3 günü, 5 günü, bir aya başı vurmaq və s. və ilaxır. Yəni psixoloji cəhətdən çox ağır bir prosesdir. İndi biz yenə də deyirəm, biz azadlıqda olan insanlar kimi bunu danışırıq, amma o müəssisədə olan insanlar bu gün məsələsini və onlara verilən o 6 aylıq vaxtından, yəni onlara kəsilmiş cəza müddətinin azaldılması onlar üçün çox kifayət qədər yüksəkdir. Hətta bizə müraciətlər olur ki, xahiş edirlər ki, 3 ay qalıbdımı, 6 ay qalıbdımı, onları azaltsınlar. Yəni məhkəmə hiss edirsən ki, artıq insan başa düşür ki, bəli, bu azadlığa çıxmalıdır. Bunun üçün azadlıq hava su kimi lazımlıdır. Hacı bu həbsxanada olanlarla mənim də söhbətlərim olub. Bəli. Deməli, onlar elə söyləyirlər, siz deyənə gəlirəm ki, ən ağır gedən müddət son müddətdir. Bəli. Hətta bir nəfərdən soruşmuşdum, bir 10 il həbs cəzası yatan, deyir ki, artıq psixoloji cəhətdən adaptasiya olursan, özünü alışdırırsan ki, mən artıq müəyyən dövr həyatım bura bağlıdır, ona görə gün filan saymırsan. 5 ildən sonra biraz yavaş-yavaş o ki qalır, deyir, 1 ay var, son 1 ay. O deyir, elə 10 il kimi gedir. Düzdür. Necə ki, o 9 il, 11 ay keçib, o son 1 ay elə o həmin ona bərabərdir. O dediyiniz kimi psixoloji məsələdir və həqiqətən o 6 ay müddəti kifayət qədər böyük müddətdir. Düzdür. Yaşar müəllim, istəyirdim bir məsələyə də toxunaq. Əgər biz bugün məhkumların azadlığa çıxmasından danışırıqsa, istəyirdim bu digər bir məsələyə toxunaq. Deməli, 1996-cı ildə ölüm hökmünün Azərbaycanda ləğv olunması məsələsinə. Səhv eləmirəmsə, elə Şərqdə ilk ölkə oldu ki, Azərbaycan bu ölüm hökmünü ləğv etdi. İstəyirdim bu məsələdə danışaq. Bilirsiniz ki, bu ölüm hökmünün ləğvi, moratorium qoyuldu, yəni artıq o güllələnmə hökmünə, cəzasına məhkum olunmuş şəxslərin o icra dayandırıldı. Sonradan bilirsiniz ki, ömürlük azadlıqdan məhrum etmə və yaxud da daha böyük 20 illik, 25 illik cəzalardan əvəzləndi. Bu əslində Ulu Öndər Heydər Əliyevin birbaşa xidməti idi. Düzdür, mən Avropa Şurasının o öhdəliklərini filan bizim üzərimizə qaldı. Amma bu Ulu Öndərin özünün təşəbbüsü idi. Çünki o praqmatik bir insan idi. İrəli baxmağı görürdü, müasir dövrlə ayaqlaşmağı bacarırdı. Çox böyük bir addım idi. Və sivil insanlar, mütərəqqi insanların da düşüncəsi odur ki, artıq o bir qəddar bir üsul olub güllələnmə cəzası olmamalıdır. Düzdür, mən sizə bir şey də deyim ki, çox maraqlı ki, bugün demokratiyanı ən çox təbliğ edən dövlətlər, qərb dövlətləri, onların adlarını çəkmək istəmirəm. Onların bəzilərində deməyim, hətta müəyyən bir, bəzidən biraz daha çox qismdə də, çox qismdə deyə bilmərəm, ölüm hökmünü saxlayıblar. Hətta Amerikanın özündə bəzi ştatlarda ölüm hökmü qalıb. Bu, bilmirəm, bəlkə də o ştatlara görə bir yanaşma dəyişikliyidir, bəlkə də dövlətlərin bir mental xarakterindən mi deyim, yanaşmasından irəli gələn bir məsələdir. Amma Azərbaycan o ili dediniz 96-cı il. Demək olar ki, 30 il keçib. Yəni 29 il qabaq bu fikrə gəldi və düz olaraq gəldi. Hesab edirik ki, ümumiyyətlə bir tək ölüm hökmü ilə bağlı deyil, ümumiyyətlə cinayət
hüququnda da, cinayət prosessual belə deyək, hüququn özündə də, qanunvericilik aktlarında da, normativ aktlarda hamısında mütərəqqi dəyişikliklər olub. Təbii ki, yaxşıya doğru dəyişikliklər olub. İndi biz birbaşa, hörmətli həmkarımla o qanunverici orqanın belə deyək içindəyim, mən də birbaşa o belə deyək, hüquq siyasəti və Dövlət Quruculuq Komitəsində təmsil olunuram. Bu proses həm də bizim gözümüzün qarşısında baş verir. Ancaq mütərəqqi, geriyə doğru heç bir addım yoxdur. Və mən sizə deyim ki, bir tək normativ aktlar və s. yox, elə bizim referendum aktlarımızın özündə də bütün dəyişikliklər mütərəqqiliyə doğru olub. Və əlbəttə ki, bu fonda ölüm hökmü də, yəni bu cür mütərəqqi dövlətin, bu cür düzgün yanaşması, strategiyası olan dövlətin, hakimiyyətin proqramında elə 30 il qabaq da ölüm hökmünün ləğv olmalı idi. Azər müəllim, elə eyni sualla sizə də müraciət etmək istəyirəm. Sizin də fikirləriniz maraqlı olardı. Şübhəsiz ki, mən burada hörmətli Eşrəm müəllim tərəfindən səsləndirilən fikirlərlə öz bir növ həmrəyliyimi də nümayiş etdirmiş oluram. Mənim dərhal yadıma bir o Yaşıl Mili filmi düşdü, məşhur Amerika Birləşmiş Ştatlarının istehsal olan film. Çox məşhur. Çox məşhur. Hə, orada konkret hadisələr üzərində çəkilmiş bir ssenariyə çəkilmiş bir film idi. Məsələ bundadır ki, bəli, həqiqətən də ölüm hökmünün bəzi ölkələrdə indiyənə qədər də saxlanılması bu sözün əsl mənasında insan hüquqlarına zidd ola biləcək bir yanaşmadır. Mən bunu həm də İnsan Hüquqları Komitəsinin üzvü kimi deyirəm. Çünki bizim Milli Məclisdə də mən İnsan Hüquqları Komitəsinin üzvüyəm. Və həqiqətən də həmin dövlətlər ki, hansılar ki, bugün çalışırlar dünyaya bir növ demokratiya dəyərlərini bir geniş şəkildə bir növ təbliğ eləsinlər. Adi bir misal var. Yəni, təbii ki, ola bilər ki, 10 milyonlarla, bəlkə də 100 milyonlarla əhalisi olan dövlət üçün bir nəfərin ölüm hökmü bəlkə də o qədər də önəmli deyil. Amma sırf yenə də məsələyə fəlsəfi yanaşdıqda, yenə də bir çox nəzəriyyələri nəzərdən keçirərkən o məşhur butterfly bir konsepsiyası var. Yəni, bir insan taleyi belə bəşəriyyət demək. Yəni, bir insan taleyini xilas edərkən bəşəriyyəti xilas etmiş olsun. Bax, belə bir yanaşma da var fəlsəfədə. Və mən düşünürüm ki, bir insanın da taleyinə son qoymaq, yəni bu insan, yəni Allah Taala'nın yaratdığı insan bəndəsinə bir növ şamil olunacaq məsələ deyil. Yəni, qanun, bəli, qanun azadlıqdan təcrid eləyir. Qanun həmin insanı ömürlük azadlıqdan məhrum edir. Bunun üçün ən böyük cəzadır bəlkə də. Yəni, bax, bu tərəfdən də yanaşsaq məsələyə. Amma nədənsə, bax, bu dövlətlər, indi mən gözləyirəm ki, bizim bu amnistiya aktı, indi bizim dekabr ayının 9-unda plenar iclasda qanun layihəsi müzakirə olunacaqdır, səsə çıxarılacaqdır. Gözləyirəm ki, elə həmin o dövlətlər görək bu məsələ ilə bağlı Azərbaycana bir növ özlərinin bir xoş məramını nümayiş etdirmək üçün hansısa bir xoş sözlərlə bizə müraciətlər eləyəcəklərmi, yoxsa yox? Gözləntiləriniz necədir ümumiyyətlə? Bəzi dövlətlər, bizə dost olan dövlətlər təbii ki, hər zaman bizim yanımızdadırlar və bizim verdiyimiz qərarları da dəstəkləyirlər. İndi yenə də o dövlətlər susqunluqdan gəlirsə, yəni bu da onu göstərəcəkdir ki, heç də onların maraqlarına cavab verə biləcək bir hadisə olmadı. Nə üçün? Bunu da deyim sizə. Baxın, biz bir qədər əvvəl Azərbaycan hökumətinin nümayəndəsindən danışdıq. Axı, biz onların əlində bizim nəyin üzərindən bizim üstümüzə getmək imkanlarını əllərindən almış oluruq. Bax, bu da çox vacib bir nüansdır. Biz belə bir akta imza atmaqla, nəticə etibarilə bu kimi mövzular üzərindən, xüsusilə də insan hüquqları mövzuları üzərindən bizim üstümüzə səlib yürüyüşü təşkil edən bəzi beynəlxalq siyasi mərkəzlər və dairələrin əlindən o vacib səbəbləri almış oluruq. Yəni, bax, bu addımı atmaqla. İndi görək, bəlkə də insafa gəlib tamamilə başqa bir münasibət sərgiləmiş olarlar. Baxın, bir də o deyirsiniz, bir də siyahı hazırlayanlar olacaq. O Leyla Yunus kimi, nə bilim, o həyat yoldaşı kimi, o saxta, belə deyək, hoqqabaz, xaricdə məskunlaşan və bu həmişə olub. Amma dövlətlərin bilirsiniz, buna bir dəstək verməməsi, buna alqışlamaması özü bir anormal bir proses olur. Əlbəttə gözləyirik ki, dəstək mütləq olmalıdır. Aydındır. Çox sağ olun, təşəkkür edirəm gəldiyiniz üçün, fikirləriniz üçün minnətdaram bir daha. Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan etməsi təşəbbüsünü müzakirə etdik. Müsahiblərimiz isə millət vəkilləri Elşən Musayev və Azər Allahverənov idi. Bununla da orta gün öz işini yekunlaşdırdı. Sabah yenidən görüşəcəyik.